21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ayxan Abbasovun rəhbərliyi altında 3-cü yoxlama oyununa çıxmağa hazırlaşır. Gənclərdən ibarət millimizin rəqibi Belaruslu həmyaşıdlar olacaq. Oyunu Baranoviçi şəhər stadionunda keçirəcək komandamız hazırlıqlarını paytaxt Minskdə, Belarus Futbol Federasiyasının təlim məşq mərkəzində keçir. Ayxan Abbasovun U21 millimizə təyinatından sonra hələ ki komandamız məğlub olmayıb. 3 ay öncəki təlim məşq toplanışında Azərbaycan U21 millisi Moldova üzərinə qazanılan qələbə ilə bərabər Şimali Makedoniyalı həmyaşıdları ilə heç-heç etdi. Sözsüz ki, hədəf həmin o məğlubiyyətli seriyasını da davam etdirməkdir. Elə komandamız kimi rəqibin də yüksəlişdə olduğunu demək mümkündür. Mart ayında Şimali Makedoniya və Türkiyə U21 komandalarını məğlub edən Belaruslu futbolçular ev oyununda da qələbə qazanmağa çalışacaqlar. U21 millimizin baş məşqçisi Ayxan Abbasov mətbuat nümayəndələrinin suallarını cavablandırdı. O yoxlama görüşü olsa da maça qələbə üçün çıxacaqlarını bildirdi. Yoldaşlıq görüşlərində də belə qələbə qazanmaq istəmirəm, yalan olar. Düzdür, rəsmi oyunlardakı o atmosfer olmur, həm çoxlu dəyişiklik olur, bəzi səbəblər olur, amma biz ilk olaraq ilk gündən qarşımıza qoyduğumuz məqsəd var. Bunu Antalyada təlim məşq toplanışında futbolçularımızdan gördük. Əzmkarlıq istəyirik, istək istəyirik. Böyük təcrübədir bunlar üçün, gənc futbolçular üçün. Yəni bunu qazanmalıyıq. Mütəxəssis komandaya yeni oyuncuların qoşulduğunu və əsasən daha gənc adlara üstünlük verildiyini dedi. Ümumən bilirsiniz ki, keçən təlim məşq toplanışında seçimimizə vaxt az oldu və o toplanışdıqdan sonra həm birinci liqa, həm əsas, həm əvəzedici liqaları izləyirdik. Bəli, elə oyuncular var ki, çağıra bilmədik, onlara da İnşallah ki, vaxt verəcəyik, yəni imkan yaradacağıq. Yeni çağıranlar da var, onları da görmək istəyirik. Daha çox məni nə sevindirir? Bugün yaş baxımından daha gənclərə üstünlük veririk. Bu bizim gələcəyimizdir. Yəni bu futbolçularda talant varsa, istək varsa, biraz onları tez şans verməliyik ki, o qapılar açılsın. Futbolçulardan Ayxan Süleymanlı və Ağadadaş Salyanski də qarşıdakı yoxlama maçında qələbə qazanmaq istədiklərini söylədilər. Olduqca çətin oyundu, onu deyə bilərəm. Amma yaxşı hazırlaşmışıq. Ayxan müəllim də yəni ondan da bir təkidləmişik bütün oyunun, onların zəif nöqtələrin nədən istifadə edə bilərik. Amma yenə də deyirəm, çətin oyundu. Bu oyun həm birinci kvalifikasiya oyunu hazırlıqdır. İnşallah ümid edirəm yaxşı olar. Antalyadakı Zvorun bir qələbə, bir heç-heçəmiz var hələlik. Bu 21 milli komanda ilə bu il yığılmışıq. Ayxan müəllim yəni bizə güvənir. Yəni normal məşqlərimizi davam edirik. Etləri məşq günlərimiz olub ki, gündə 2 dəfə məşq eləmişik. Yəni o da istəyir, hamımız yəni burada yəni tək Ayxan müəllim, bütün kollektiv istəyirik ki, ölkəmizə yaxşı bir təmsil, uğurlu olsun hər şey, yəni qələbələr qazanaq. Heyətlə birgə səfərə yollanan AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov və texniki direktor Cahangir Həsənzadə də məşqi izləyənlər arasındaydı. Yeri gəlmişkən, yeni çağırılan oyuncularla yanaşı daha bir sima diqqət çəkirdi. Qısa müddət əvvəl futbolçu karyerasını yekunlaşdıran Vüqar Mustafayev U21 millisində analitik məşqçi təyin olunub. Fürsətdən istifadə edərək Mustafayevdən də yeni təyinatı ilə bağlı təəssüratlarını öyrəndik. İlk öncə Ayxan müəllimə təşəkkür bildirirəm, federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Belə bir ağır məsuliyyətin altına girib çalışmaq necə deyim, qürur vericidir. Milli komandanın futbolçu kimi şərəfini qorumuşam. İndi məşqçi kimi burada fəaliyyət göstərmək qürur vericidir. İnşallah çalışacağam əlimdən gələnin artıqlaması ilə belə deyim, həm məşqçilərə, həm futbolçulara kömək olum. Gənc məşqçi U21 millisinin heyətində istedadlı oyuncuların olduğunu da sözlərinə əlavə etdi. Tanıyıram, bir çoxsuyla belə deyim, karyeramı bitirənə qədər Sumqayıtda bir yerdə oynamışam, bir çoxsuyla qarşı-qarşıya oynamışam, bir çoxsunu da belə son həftələrdə fürsətim olub izləmişəm. Yaxşı kollektiv var, yaxşı uşaqlar var, mehriban kollektiv var. İnşallah inanıram ki, bu qarşıdakı oyunlarda milli komanda adına yaxşı nəticələr görəcək. Belarus və Azərbaycanın 21 yaşlılarını üz-üzə gətirəcək yoxlama görüşü bugün Bakı vaxtı ilə saat 20-də başlayacaq və CBC Sportla canlı yayımlanacaq.